Salam, əziz Faberlikçilər və Faberlik sevərlər. Dəyərli Yeni Qələbə komandasının hər bir üzvü. Hər birinizi salamlayıram. Xoş gəlmişsiniz deyirəm. Nə yaxşı ki varsınız və nə yaxşı ki bizlər Yeni Qələbə komandasındayıq. Hər birinizə Faberlik şirkətində qazandığım uğurdan danışmaq istəyirəm. Mənim bugün burada durmağımın məqsədi bildiyiniz kimi bu tədbiri yeni status atmaq münasibəti ilə Qızıl Direktor statusu atmaq münasibəti ilə bu tədbiri təşkil etmişik. Xanımlar, bilirsiniz necədir? Heç bir iş asan deyil. Mən də bu rütbəyə gəlmək üçün keşməkeşli yollardan keçdim. Düzdür, çox əziyyət çəkmədim. Yəni, normal həyat tərzim var idi. Çox əziyyətli xanım olmamışam. Amma nədənsə Faberlik şirkətinə gələndə istədim ki, biraz da gözəl, biraz da yaxşı yaşayayım. Gələcəyimi daha xoş, daha yüksək təbəqədə yaşayayım. Və o səbəbdən mən ilk öncə məni bura Faberlik şirkətinə dəvət edən Gümüş direktorum, özü indi hal-hazırda Bakıda deyil deyə iştirak edə bilmədi. Gümüş direktorum Nuranə xanıma dərin təşəkkürümü bildirirəm. Və nə yaxşı ki, qapı qonşum deyib keçməyin. Bacı deyib, qardaş deyib keçməyin. Üzbəüz qapı qonşum məni dəvət etdi Faberlik şirkətinə. Yəni, bəlkə də deyirsiniz ki, qonşum yazılsa mən kimə satacağım. Yəni bunu heç vaxt fikirləşməyin. Çünki qapı qonşu mənə dəvət etdi. Şükür, bugün mən şirkətin açıq rütbə Qızıl direktoruyam. İlk öncə Nuranə xanıma dərin təşəkkürümü bildirirəm ki, məni Faberliklə tanış etdi. İkinci növbədə dərin təşəkkürümü bildirirəm rəhbərlərimə, Yeni Qələbə komandasının rəhbərləri Könül xanım, Fayna xanım, İlhamə xanım. Hər birinizə dərin təşəkkürümü bildirirəm və bu arada öz valideynlərimə də dərin təşəkkürümü bildirirəm ki, məni dünyaya gətiriblər və əlbəttə ki, daima yanımda olan, mənə dəstək olan, çoxunuz da bunu tanıyırsınız, Zeynəb xanıma dərin təşəkkürümü bildirirəm ki, mənim övladlarıma köməklik etdi və mən bugün bu zirvədə sizlərin qarşısında çıxış edə bilirəm. Çünki ən böyük zəhmətimi mənim baldızım çəkib. Yəni bunu buradan vurğulamaya bilmərəm. Və bildiyiniz kimi, indi bilməyənlər də bilsin, ailəliyəm, 2 övladım var. İxtisasca müəlliməyəm, amma müəllimə kimi fəaliyyət göstərmirəm. Niyə? Çünki mən Faberlik şirkətinə üzv olduqda körpəli idim. Yəni, o körpəni harasa düzdür, bibiləri sağ olsun, həmişə daima onların yanında. Amma yenə də körpəli olanda gedib müəllimə kimi... Yəni olmur, alınmırdı. Evdə körpələrimin yanında olmalıydım və evdən oturaraq Faberlik şirkətini seçdim. Və nə yaxşı ki seçmişəm və nə yaxşı ki mən bugün bu şirkətdəyəm. Faberlik şirkəti qazandıran bir şirkətdir. Yəni bunu gördüyünüz kimi bizim daha üst direktorlarımız var. Hələ mən inşallah ki, belə deyim də, direktor yetişdirən 3 qaşlı qızıl sahibiyəm. İnşallah ki, tez bir zamanda 6-7 dənəsini düzələcəm inşallah və mən buna inanıram və ən əsası öz gücümə inanıram və mən bunu istəyirəm. Niyə də olmasın? Hər kəs edirsə mən də edəcəm. İnşallah ki, mən də Faberlik şirkətində daha yüksək zirvələri fəth edəcəm. Baxın xanımlar, asan olmadı bu zirvəyə gəlmək. Yuxusuz gecələr, bəlkə də deyəcəksiniz ki, lazımdır, bəli lazımdır. Çünki gələcəyi gözəl yaşamaq üçün, övladlarıma gözəl gələcək qurmaq üçün bu lazımdır. Və mən bu yolu keçdim. Faberlik şirkətini seçməkdə ən böyük məqsədim bilirsiniz nədir? Bax, sizin kimi gözəl insanlarla bir ortamda olmaq. Yəni, mən ixtisasca müəllimə belə işləsəydim, gedib dərsi deyib gəlib, yenə evdar xanım, evdə iş güc. Amma bu işdə Faberlik şirkətində sizin kimi gözəl xanımlarla birlikdə əlbəttə ki, pul qazanmaq ən öndə. Çünki Faberlik şirkətində daha yüksək pullar var və bu şirkətdə olan hər bir xanım bunu qazanar. Nədən deyirəm? Çünki hər birimiz evdən başlayan, hər birimiz sıfırdan başlayan xanımlarıq. Əgər biz bunu bacarmışıqsa, mən bunu bacarmışamsa xanımlar, buradan hər biriniz bu gündən elə qarşınıza məqsəd qoysanız bacaracaqsınız. Şirkətimizin çox gözəl aksiyaları olur, şirkətimizin daha
gözəl səyahətləri olur. Hər bir xanım istəyər ki, o gözəllikləri görsün və mən də bir xanım kimi istədim ki, mən yeni başlayanda Fabellik şirkətinə Nuranə xanım məni dəvət etdi, İlhamə xanımın ofisinə gedəndə. İlhamə xanım onda Moskva səyahətinə gedirdi və bir anlıq paxıllığım tutdu. Hələ yeni başlayırdım işə. İlhamə xanım gedirsə, yaxşı mənada paxıllığım tutdu ki, mən niyə getməyim? Və həqiqətən də həmən andan, həmən gündən qarşıma məqsəd qoyub, ilk öncə də onu deyim ki, başlayan kataloqdan 50 balla sifariş yerləşdirmişəm. Baxın, ümumiyyətlə mən Fabellik şirkətini Nuranə xanım mənə kataloqu təqdim eləyəndə mən fikirləşdim ki, bu kataloqdakı məhsullar kataloqda var, evdə var. Demək ki, bizdə bu məhsullar var, amma o günə qədər Fabellik şirkətini tanımırdım. Yoldaşım bir xanım işdən alırdı, gətirirdi, orada elə bil ki, satırdı, yoldaşım da alıb gətirir. Bizim evdə istifadə olunurdu. Aventus'un köpüyü, ekspertdən diş pastaları və daha nələr. Demək olar ki, baxdım ki, hamamda, termon qabağında, dahi mənim ilk evliliyin ilk 8 martında yoldaşım mənə Fabellikdən Aura duxusu hədiyyə etmişdi. Gördüm, bu kataloqda var bu. O səbəbdən dedim, niyə olmasın? Yəni, bu şirkət demək ki, tanınmış bir şirkətdir ki, yoldaşım mənə hədiyyəni belə, ilk hədiyyəni belə oradan seçib. O səbəbdən Fabellik şirkətinin kataloqunu vərəqlədim və ilk gündən 50 baldan sifariş yerləşdirdim. Rekruting aksiyası oldu. İlk öncə əlbəttə ki, kimi yazdırım? Rayon qızıyam, kənd qızıyam, ailəliyəm burada. Burada da heç kimim yoxdur, çevrəm yoxdur, evdar xanıma, körpəli anayam. Nə etməliyəm? İlk öncə başladım, öz evin içindən baldızımı qeydiyyatdan keçirdim, bir Zeynəb xanımı. Və 2 nəfər qeydiyyatdan keçirənə pul hədiyyəsi vardı şirkətdən. Mamamın nömrəsini, mamamın adını qeydiyyatdan keçirdim. Bu arada onlar da direktor statusundadılar, yəni ilk öncə onları keçirdiyimə görə. Mamam və baldızımla başladım və şükür Allaha, günün bu günündə 5 direktorla qızıl status açmışam. Və hal-hazırda mamam və baldızım burada olmasa da mənim yetişdirdiyim 3 qızılımın qaşı var. Yəni belə deyim də, mən qızıl statusu açandan bu sözü deyirəm ki, qızılımın 3 qaşı da onlar. Mən buradan komandama dərin təşəkkürümü bildirirəm. 1 baldan 100 bala, 125 balacan sifariş yerləşdirən hər bir xanıma dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, sizlər varsınız və nə yaxşı ki, mənim komandamdasınız və bu mənə çox xoşdur. İnşallah ki, sizlərlə birlikdə daha yüksək zirvələri biz fəth edəcəyik. Və bura hal-hazırda mənim direktorlarımı dəvət etmək istəyirəm. İlk öncə mənim Şəhanəm, qızılımın 1-ci qaşı, Şəhanə xanım Vəlibəyova. İkinci növbədə mənim Nərgizim, qızılımın 2-ci qaşıdır. Şəhanə xanımı direktor statusunda açanda əlbəttə ki, mən baş direktor oldum. Bildiyiniz kimi bir direktorla baş direktor. İkinci direktorum Nərgiz xanım, mənim ikinci, qızılımın 2-ci qaşı gümüş direktorum. Və hal-hazırda yeni açıq rütbə direktor Ülviyəm, qızılımın 3-cü qaşı açıq rütbə direktor. Və mənə çox şadam, nə gözəl ki, bu xanımlar mənimlədirlər və nə gözəl ki, Fabellik şirkəti elə bir şirkətdir ki, xanımlar, hər birimiz 4 bir yandan yad adamlarıq. Hər birimiz 4 bir yandan, amma o qədər doğmalaşmışıq. Bütün günü bir-birimizlə ünsiyyətdəyik, bütün günü bir-birimizlə, çünki biz işimizi sevirik, işimizə bağlıyıq. Və bu iş bizə qazandırdığına görə, əlbəttə ki, bu işdə biz daha sıx bir-birimizlə bütün günü çox xoş günlər keçirib. Bunu sizə deyim ki, xanımlar, mən bu işi, şirkəti seçməkdə yenə deyirəm, maddiyyata çox ehtiyacım olmasa da mənim çox gözəl ortama ehtiyacım vardı. Və bu şirkət bizə bu ortamı qazandırdı. Və mən bu arada onu da deyim ki, xanımlar, baxın, direktor yetişdirmək üçün nə etmək lazımdır? Sadəcə olaraq biraz çox işləmək lazımdır. Məsələn, Şəhanə xanımı dəvət edəndə ilk öncə, 1-ci direktorumda, Şəhanə xanımı dəvət edəndə sadəcə biraz yuxusuz gecələrim lap çox olurdu. Yetişdirmək üçün daha çox çabalayırdım, belə deyim. Şükür, yetişdi. Nərgiz xanım gələndə isə gördü ki, Şəhanə qazanıb, artıq özü mənə çox əziyyət düşmədi. Çünki 50% özü işlədi. Şəhanə bacarıbsa, bu da bacaracaq. Və mənim 3-cü qaşım Ülviyə dedi, onlar bacarıbsa, mən niyə bacarmayım? Məndə niyə olmasın? Əlbəttə və inanıram ki, mənim Şəhanə, Nərgiz, Ülviyə kimi qızılımın qaşları çox olacaq və hər birini də bu səhnədə ən aşağısı ilə qızıl statusunda da təbrikim olacaq və mən buna inanıram. Bu arada mən dəyərli direktorum İlhamə xanımı burada görmək istəyirəm. Mənə daima bu işdə yol göstərən, çünki ilk öncə məni Nuranə xanım dəvət edəndə İlhamə xanımın ofisinə getmişəm və əlbəttə ki, İlhamə xanım
mənə dəstək olaraq öz ofisinin qapısını mənim üzümə açaraq, öz ofisində mənə belə deyək, körpələrlə danışsa, bəlkə də deyirsiniz ki, həqiqətən də Səbiyyə, sən o yollardan keçmirsən, yəni sən o qədər əziyyətdən. Təsəvvür edin, yağışlı, boranlı bir gündə qeydiyyata düşmüşəm. Fevralın əvvəli idi. Və sağ olsun İlhamə xanım öz ofisinin qapısını, ürəyinin qapısını mənim üzümə açdı. Və nə xoş ki, həmən gün mən getdim, İlhamə xanımı tanıdım və nə xoş ki, mənə sizlərlə Yeni Qələbə komandasına qoşundum, adi bir məhsul almaq üçün. Burada hər bir xanım, belə deyim də, bir məhsul üçün fabrika üst tutur. Mən də həmçinin bir məhsul üçün fabrika üst tutum. Amma şirkətin bugün açıq rütbə qızıl direktoruyam və sizə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki mənə də çox xoşdur. İstəyərdim buradan deyəsin mənə sözlərimi. İlk növbədə hər birinizi salamlayıram. Çox sağ olun ki, bugünkü gün bizimləsiz, biz bir yerdəyik. Çünki güc birlikdədir. Tək əldən səs çıxmaz. Biz heç vaxt tək bir işin sahibi ola bilmərik. Biz birlikdə güclüyük. Baxın, bu günləri mən Səbiyyəni dəvət edib Nuranə gətirib bizim ofisə və bizim ofisdə də mən Səbiyyənin inanmazsınız ilk günlərdəki kimi necə ki iki körpə balası ilə təsəvvür edin, körpəsinin biri qucağında, birini də əlindən tutub gətirirdi. Yağış yağırdı, çovğunlu fevral ayıydı, heç yadımdan çıxmaz. Artıq biz 8 ildir bir yerdəyik. İnanırsınız, uşaqlar o yağışlı, çovğunlu havada gəlirdilər, ofisdə yerdə uzanırdılar. Altlarına kardon salırdım ki, soyuq olar da. Bir də Allaha dua edirdim ki, ay Allah, tez bir dənə Səbiyyə işini görüb çıxıb gedərdi. Səbiyyənin getməyinə görə yox, o uşaqların yerdə uzanmağına görə fikirləşirdim ki, uşaqlara soyuq olar. Ona görə deyirdim, ay Allah, Səbiyyə tez bir dənə getsəydi, mən də rahat olardım. İnanırsınız, Səbiyyənin bu günləri bu zirvəyə gəlib çıxmağı, bu günləri bu statusu qazanmağı onun əziyyətinin bəhrəsidir, onun gücünün bəhrəsidir. Çünki insan əgər qarşısına məqsəd qoyursa, onda o öz işinin sahibi olur. Səbiyyə həmişə deyir ki, mən bunu bacaracam. Səbiyyə ofis açmaq istəyəndi, mən ona icazə vermədim. Dedim, Səbiyyə, sən onu bacarmayasan. Çünki sənin elə böyük çevrən yox, elə böyük qrupun yox. Səbiyyə dedi, yox, mən bacaracam, mən bunu eləyəcəm. Çünki Səbiyyə onu ürəkdən istəyirdi. Səbiyyə istədiyinə görə də bu günləri bu zirvədədir, bu günləri bu statusdadır. Mən Səbiyyə səni bir daha təbrik edirəm. İnşallah uğurların bol olsun. Nə yaxşı ki, mən səni tanımışam. Mən inanıram ki, sən burada yerində dayanmayasan. Bundan da uca zirvələrə inşallah sən addım atasan. Bir daha təbrik edirəm. Və xanımlar, yəni bu işə tək çıxsaq da, gözəl xanımlar dəvət edərək öz uğurumuza imza atmışıq. Təşəkkürlər, çox sağ olun. Öz uğurumuza imza atmışıq. Tək çıxmışsınız, bəlkə də deyərsiniz ki, tək çıxdıq. Amma dəvət edərək Faberlik şirkətini sadəcə olaraq reklam etmək lazımdır, xanımlar. Sadəcə olaraq məhsullarımızdan, gözəl məhsullarımız var. Bildiyiniz ki, özünüz istifadə edirsiniz ki, bu şirkətdəsiniz, düzdürmü? Özünüz istifadə etməsəydiniz, gələrdiniz bugün tədbirə, xeyr. Özünüz necə istifadə edirsinizsə, özünüz necə razısınızsa, eləcə də məhsullarımızdan danışın. Daha da sizlərdən bəlkə elə növbəti Yaqut, brilliant direktorum, elə bu səhnədən bir xanım olacaq. Niyə də olmasın? Niyə də olmasın? O səbəbdən hər birini sadəcə biraz çox işləmək lazımdır. İlk başlanğıcda, amma çox rahat, çox gözəl bir işdir. Evdən oturaraq, isti çayımızı içərək, əlimizdə telefonla görüləcəyik və şükür, indi biz səhnələrdə isə sizlər də bizlərin yerində ola bilərsiniz və olacaqsınız, mən sizə inanıram. Çünki siz bir addım atıb bura qədər gəlmişsinizsə və irəli inşallah ki deyib, davam etsəniz, sizlərə də qismət olacaq. Hər biriniz bir daha xoş gəlmişsiniz. İnşallah uğurlarımız bol olsun. Amin.